İsmayıllı şəhər Cümə məscidi. Kənd ağsaqqalları, dindarları və ziyalılarının təşəbbüsü ilə 1882-ci ildə inşa edilmişdir. 1918-ci il qırğınları zamanı erməni terrorçuları məscidin minarəsini dağıtmış və məscidi yandırmışlar. Lakin məscid ilahi hikmət olaraq qalmış və yanmamışdır. Sovet dövründə 1929-cu ildə kolxozlaşma başlamış, məscid bağlanmışdır. Hökumət tərəfindən dindarlar və ziyalılar siyasi məhbus kimi həbs edilmiş və məscid həbsxanaya çevrilmişdi. 1937-ci ildən 1988-ci ilə qədər məktəb, hərbi kazarma, həbsxana, ambar kimi istifadə edilmişdir. 1943-1945-ci illərdə məsciddən hərbi düşərgə kimi istifadə olunmuşdur. 1989-1990-cı illərdə bu məsciddə təmir bərpa işləri aparılmış və məscid istifadəyə verilmişdir. Məscid dördbucaqlı plan quruluşu ilə, divarları çaylaq daşı ilə hörülmüşdür. Eyvan və ibadət salından ibarət olan plan quruluşu məscidə yığcam həcm məkan quruluşu bəxş etmişdir. Məscidin 3 giriş qapısı var. Onlardan birinin üstündə daş kitabı həkk olunmuşdur. İbadət zalı tir dayaq sisteminə əsaslanır. 3 aşırımlı örtük konstruksiyasının yükünü isə 6 ağac tir daşıyır. Tirlərin başındakı ağacdan yonulmuş kapitellər bölgə üçün xarakterik olan əhəmiyyətli sənətkarlıq nümunəsidir. Məscidin və eyvanının döşəməsi daş plitə ilə işlənmişdir. İbadət zalında 10 tağvari pəncərə zalı işıqlandırır. Minbəri taxtadandır və 8 pilləlidir. Məscidin xaricdən dam örtüyü 4 üzlü, maili metal vərəqələrlə örtülmüş. Minarəni əvəzləyən güldəstə 8 üzlü formadadır. Məscidin üstündə aypara və 5 quşəli ulduz qoyulmuşdur. Məscidin həyətində 2 mərtəbəli bina vardır ki, birinci mərtəbəsində qızlar üçün Quran kursu var. İkinci mərtəbəsi isə yaşayış binası kimi istifadə olunur.